Prospekt ERP proqram təminatında satış əməliyyatı ticarət bölməsindən həyata keçirilir. Burada əməliyyatlar hissəsində yeni əməliyyat düyməsinə daxil oluruq. Açılan satış pəncərəsində ümumi məlumat hissəsində satışın tarixi, valyutası, qarşı tərəf, yəni satış edəcəyimiz müştərinin adı, satış həyata keçirdən menecer və anbar seçilir. Qayma hissəsində məhsul axtar, barkod skan et, məhsulları siyahı üzrə seç və yaxud kataloqdan seç düymələrinin birindən istifadə etməklə məhsullar satış qaymasına əlavə edilir. Məhsul əlavə edildikdən sonra qiyməti və sayı müəyyənləşdirilir. Satış əməliyyatına endirim tətbiq olunubsa, endirimin faizi və yaxud endirimin məbləği qeyd olunur. Daha sonra satış əməliyyatının ƏDV-li, ƏDV-siz və yaxud ƏDV daxil qiymətlərə edildiyi seçilir. Müştəri ödəniş edirsə, ödəniş et düyməsi aktivləşdirilir və ödənişin hansı hesaba qəbul edildiyi seçilir. Müştəri tərəfdən ödəniş olmayıbsa, ödəniş et düyməsi deaktiv edilir və təsdiq et düyməsinə sıxılır.